mən pilotsuz uçuş aparatları sahəsində çalışaraq bu nailiyyət əldə etdiyimi düşünürəm və bu sahədə riskli bir sahə olduğu üçün hər kəsin cəsarət edəcək bir sahə olmadığı üçün və əziyyətlərimizin belə dəyərləndirilməsini görmək bizim üçün həm motivasiyadır, həm də ki, məsuliyyətdir ki, biz bu işi axıra kimi aparmalıyıq. Bu adları dedikdə bu cənab prezidentimizin ikinci mükafatıdır. Bizdə ilk mükafat Texnofest 2022 Bakıda əldə olunmuşdur. Orada pilot uçuş aparatları və planer müsabiqəsi üzrə biz mükafat əldə etmişik. Mükafatların birisini cənab prezidentimiz İlham Əliyev təqdim elədi. İkinci mükafatı isə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan təqdim etdi və bu cənab prezidentimiz tərəfindən növbəti mükafatdır. Bu o deməkdir ki, yəni bizim hər addımımız göz önündədir, dəyərləndirilir. Orta təhsilimi Qusar şəhərində almışam, Ali Təhsilimi Aviasiya Akademiyasında almışam və qeyd etdiyim kimi orada doktorantura təhsilini davam etdirirəm. Azərbaycanda elə bir şərait var ki, yəni hardan olmazdan asılı olmayaraq, sahənizdən, ixtisasından asılı olmayaraq siz istədiyiniz məqsədi əziyyət çəkərək əldə edə bilərsiniz.